Deməli bir radio proqramı 100 gün ərzində 800 min insanın ölümünə səbəb ola bilərmi? Ola bilər. Ruandada Hutularla Tutsilər arasında problem var idi. 90-cı ilin əvvəllərində bir radio proqramı gedirdi. Bu radio proqramı propaganda ilə məşğul idi. Əsas 4 propaganda var idi. İlk növbədə Tutsiləri insanlıqdan çıxarırdılar. Onlara tarakan və ilan deyirdilər. Daha sonra bilərəkdən söz oyunu oynayaraq bu işə gedin, işinizi görün sözünün altında gedin Tutsiləri öldürün yatırdı. Zarafatlarla, yumoristik hekayələrlə Tutsilərin yerlərini də deyirdilər. Harda yaşayırlar, harda gizlənirlər, bir-bir deyirdilər. Daha sonra qorxu yayırdılar. Qorxu narrativi yayırdılar. Deyirlər ki, Tutsilər dominant olmaq istəyir. Hutuları öldürmək istəyir. Qısacası Hutularda bir qorxu yaradırdılar ki, onlar hazır olsunlar. Və sonda isə normallaşdırma idi. Tutsiləri öldürməyi normallaşdırırdılar. Deyirlər bu önəmlidir, patriotikdir, qəhrəmancasınadır. Yəni qısacası qətliamı normallaşdırma prosesi gedirdi bu radioda. Sonda nə oldu? 100 gün ərzində 800 min insan öldürüldü.